Əhl-i Beytin Qədr gecəsi ilə olan rabitəsi bizim idrakımızın fövqündədir. Dediyim hədisi şərh eləyən alimlər bu nəticəyə gəliblər ki, bu mövzuda olan hədislər səhih olduğundan bizim əqidəmiz budur ki, Qədr gecəsinin Əhl-i Beytlə sıx bağlılığı var. Amma o bağlılığın mahiyyəti bizim idrakımızın fövqündədir. Bilirsiniz, bəzi insanlar belə bir iddia irəli sürüblər ki, Qədr gecəsi bir gecədir, yalnız Peyğəmbərin dövrünə aiddir. Axı Qur'an deyir ki, biz Qədr gecəsində nazil etdik. Bunu dəlil olaraq göstərirlər ki, Qur'an bir gecədə nazil oldu Peyğəmbərə, onunla da Qədr gecəsi bitdi. Daha sonraki mərhələdə Qədr gecəsindən söhbət gedə bilməz. Amma biz Əhl-i Beyt məktəbinin bu mövzuda möhkəm dəlilləri var. Birinci dəlilimiz bundan ibarətdir ki, Tənəzzəlül mələikə və ruh ayəsi ki var. Tənəzzül sözü müzari feilidir, yəni davamiyyətə, əl-istimrar və təcdid deyirlər. Yəni işin daimiliyinə və yenilənməsinə dəlalət eləyir. O gündə, o gecədə daha doğrusu mələklər nazil olarlar ifadəsi, yəni keçmiş zamanda deyil, indiki və gələcək zamanda Allah bu feili işlətməklə bildirmək istəyib ki, Qədr gecəsi hər il davam eləyən gecədir. Bərəkətindən gedir. Yoxsa hər il Qur'an yenidən nazil olmaz ki. Qədr gecəsinin bərəkəti yalnız Peyğəmbərin dövründə ayə Qur'an nazil oldu, onunla bitdi deyənlərə birinci dəlil bu oldu ki, ayədəki işlənən feil istimrarıdır, yəni daimilikə, yenilənməyə dəlalət eləyir. İkinci dəlilimiz İmam Cəfər-i Sadiq əleyhissalamdan nəql olunan hədisdir. Hədisi Davud ibn Fərqəd adında ravi nəql eləyir. Deyir ki, mənə Yaqub adında şəxs belə nəql etdi. Bir kişi İmam Cəfər-i Sadiq əleyhissalamdan Qədr gecəsi haqqında soruşub buyurdu. O olub keçmişdir, yəni Peyğəmbərin dövründə Qədr gecəsi oldu, bitdimi, yoxsa davamlı olaraq gedəcək bu iş qiyamətə qədər? Həzrət belə cavab verdi. Necə deyərlər? Məsələni kökündən həll elədi. Dedi, əgər Qədr gecəsi aradan getsəydi, Qədr gecəsi qaldırılsaydı, bütöv Qur'an aradan getmiş olardı. Deməli, Qədr gecəsi hər il davam eləyən, qiyamətə qədər də gedəcək bir gecədir.